Dostlar, bir daha salam. Bayaqları sizə bir postdoq yırtıq təqdim eləmişdim və yırtıqla yanaşı xəstəmizdə öd daşı var idi. Öd hissəsini çıxartdıq. Öd hissəsinin yatağı artıq təmizdir və qarnın ön divarı bütövlüklə aponevroz yırtılıb və xəstədə eventerasiya dediyimiz patologiya inkişaf edib və indi sizə qarnın ön divarının kəsik xəttimiz, baxın, bu kəsik xəttimiz dəri, bu isə əzələ kənarıdır. Əzələ kənarının dəri kənarından nə qədər kənara getdiyi təxminən, bəlkə, bir dəqiqə bıraxın dokun, 10 santimetrdən çoxdur, artıq bir-birindən əzələlər qaçıb. Elə bu durumda əzələ kənarlarını tikə bilmirik, çünki qarın daxili təzyiq həddindən artıq artır və təkrar yırtığın yaranma ehtimalı %100 yaranmış olur. Bu durumlarda biz xüsusi materiallardan, kompozit tor dediyimiz yapışmayan materialından istifadə edərək qarnın ön divarını 2 qat torla örtmüş olacağıq və beləliklə xəstənin yırtığı ləğv olunacaq. Kompozit torumuzu örtəcəyik bağırsaqların üzərinə ki, bağırsaqlara yapışmasın. Bunun bir tərəfi kompozit materialdır. Bağırsaqlarla təmas etdikdə yapışma vermir. İndi qalan yeri baxaq görək nə qədər qapatmalıyıq ki, qarnı əmələ gətirə bilək. Qarnın ön divarında isə əzələ olmayacaqdır. O əzələ funksiyasını 2 qat setka öz üzərinə götürmüş olacaq. Əməliyyatdan sonraki nəticəni Allah qoysa sizlərlə bölüşəcəm. Diqqəti üçün sağ olun.